Naxçıvan səhərlər həmişə təmiz görünür. Küçələr sərgəli, səkilər yuyulmuş, şəhər sanki yeni günə hazır vəziyyətdə qarşılayır insanı. Amma bu mənzərənin arxasında çoxlarının görmədiyi bir zəhmət dayanır. Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsi əməkdaşları günün yalnız iş saatlarında deyil, gecənin ən sakit vaxtlarında, səhərin ilk işıqları doğmamışdan əvvəl də iş başında olurlar. Şəhər yuxuda olanda belə onlar küçələri addım-addım gəzərək təmizliyi təmin edir, hər küncün səlqəsinə diqqət yetirirlər. Bu işin nə vaxtı var, nə də fasiləsi. Gecənin ortası, səhərin erkən saatları fərq etmədən şəhərin təmiz qalması üçün səssiz-səmirsiz çalışırlar. Bu dəfə şəhərə baxanda bəlkə də bir anlıq düşünmək lazımdır. Bu təmizlik öz-özünə yaranmır. Bu görünməyən, amma hər gün hiss olunan bir zəhmətin nəticəsidir. Sanitar Təmizlik İdarəsində əsasən məqsəd şəhərin təmizliyinin və gigiyenik vəziyyətdə qorunmaqdır. Müasir dövrdə bu sahədə idarəmizə yeni texnikalar, yeni nəsil süpürgə maşınları, yolların süpürülməsi və təmizlənməsi üçün, yeni məişət tullantıların götürülməsi üçün məişət tullantı maşınları və əlavə olaraq şəhərimizin gözəl və təmiz görünməsi üçün böyük məişət tullantı qabları, balaca məişət tullantı qabları gətirilmişdir. Texnikalardan əlavə olaraq işçilərimiz tərəfindən şəhərinin təmizlənməsi növbəli şəkildə həyata keçirilir. Gecə növbələrinin işlənməsi əsas səbəblərindən biri maşınların sayının az olmasından istifadə edərək şəhərimizin daha təmiz təmizlənməsi, yolların yuyulması, şəhərimizin daha gözəl görünməsi üçün böyük məişət tullantı qabları və balaca məişət tullantı qabları mərkəzi prospekt küçələrə, Astanovka dayanacaqlarının tərəfimizdən yerləşdirilmişdir. Şəhərimizin təmiz görünməsi üçün bu həm bizim məsuliyyətimizdir, həm də vətəndaşlarımızın məsuliyyətidir.